Bilirsiniz ki, Azərbaycanda əxlaqsız müğənnilər konsert verir və onların konsertində uşaqlar da iştirak edir və yaxud da deyək ki, üzdən İraqların hər hansı bir yerdə, məkanda konsertləri olur. İndi bir mahnı oxuyurlar. Məktəbli uşaqlar yığıb aparırlar orada. Orada nə üzdən İraq, nə əxlaqsız müğənni cərimələnir, nə bir şey. Onların konsertinə uşaq gedəndə, yəni uşağın tərbiyəsini pozan adamlar orada konsert verirlər. Onlar cərimələnmir. Amma sıravi bir ruhani ki, namaz, əxlaq öyrədir uşaqlara, o cərimələnir. Bu dinlə düşmənçilik deyil, besinədir. Bütün gün Azərbaycanın televiziyalarında ailə tərbiyəsinə ziyan vura biləcək kinolar və yaxud da ki, verilişlər hazırlanır, ekra buraxılır. Və onları heç kəs cərimələnmir. Heç kəs onların qarşısını almır. Bu, birbaşa olaraq dinlə düşmənçilikdir. Və onu qeyd etmək istərdim ki, dinlə hər kim, hər hansı bir dövlət düşmənçilik edibsə, məhv olub, aradan gedib. Necə ki, Stalinlər məhv olub gedib, Saddam Hüseynlər və digərləri. Və bu, tarixin bizə göstərdiyi bir nümunədir. Hər kim dinlə düşmənçilik edibsə, məhv olub, tarixin zibilliyində qərar tutulur. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.